Kərkicahın qəsəbəsində yaşamışam. Buradan çıxanda mənim 13 yaşım olubdu. Mənim öz atam da elə 92-nin qazisi olubdu. 32 il Gəncə şəhərində avtomexanika yataqxanasında yəni qaçqın həyatı keçirmişik. Dövlətimizdən çox razıyıq ki, biz 32 ildən sonra biz gəldik öz doğma torpağımızda şirkətdə işləyirəm. Həm sevinirəm, həm kədərlənirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların valideyninin qarşısında baş əyirik. Qazilərimizə də can sağlığı, Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Sağ olsunlar. Onlar da mənim göndərdilər 3 aylıq kursa məşğulluq tərəfindən. Qutarandan sonra sertifikat aldıq, gəldik Azərqazın Sokar şirkətində. Bugünkü gündə hal-hazırda işləyirəm, çox razıyam. Şəhərin demək olar yarı hissəsini tam təmin eləmişik. İnşallah axıra kimi də işləyib buranı qazan təmin eləyəcəyik.